ekskluziv olaraq rum.az sayti üçün. Bu nə qəribə gül idi belə. Əlimdən ovcumdan qoxu gelmədi. Gündüz Production təqdim edir. Allah, bu nə qəribə gül idi belə. Əlimdən ovcumdan qoxu getmədi. Yatanda ovcumu üzümə sıxdım, sübhəcən gözümə yuxu getmədi. İndi düzüm qabağıma bütün gülləri. Nə üzünə baxaram, nə də ətrinə. Bağbanın xətrinə dəysəm bağışla. Qorxuram o gülün dəyər xətrinə. Deyirsən nə kömək edeyim sənə. Mənə kömək lazım, edə bilərsən. Yorğunam, dərdimi alıb əlimdən, düşüb qabağıma gedə bilərsən. Deyirsən dərdini çəkərəm sənin, dərdin əvəzinin dərdini çəkmə. Ala qoy tərəziyə dərdlərimi çək, sınsa tərəzinin dərdini çəkmə. Sağ ol. Hala zayıf qaynaqda var. Haqqı yaza axırı bildim mən, haqqın şairləri düzü yazıblar. Sizin sevgi dediğiniz şeyi gördüm mən. Üstündə satılır sözü yazıblar. Bu gecə qələmi yoldan çıxardıb, yolumu salmışam varaq yoluna. Bu gecə qələmi yoldan çıxardıb, yolumu salmışam varaq yoluna. Arzumdur bu varaq heç vaxt gedməsin heç kimin əlində ayaq yoluna. Yollarda ayağı sürüşkənlər var. Yəni yol sürüşkən olsa hamı sürüşər də. Problem ayaqdadır. Yollarda ayağı sürüşkənlər var. Rum.az saytında. Quru yollarda hey sürüşürlər. Onları yolundan tez çıxarırlar, onlar axırıncı yola düşürlər. Dünyaya bir yolla gəlmisən sən də. Ancaq sən ağlamısan, anan ağlayır. Sənə bu yolda start verənlər finişin yerini gizli saxlar. Ged qələm, atdım at, atdım at yeri. Ged qələm, atdım at yeri. Ayağının altında sözlər yol çəkir. Yolunu məhəbbət yoluna salma, orada təmir gedir, gözlər yol çəkir. Həyatda hər şeyin məncə yolu var. Kim deyir öldürmək çətindir məni? Məni öldürməyin bircə yolu var. Desinlər sevgilin aldadır səni. Sevgilin aldadır səni. Gəzim qüsursuz alım dəstəmaz. Qəzasız vaxtında düz qılım namaz. Əgər əməlimlə gəlmirsə taraz namazım Allahın neyinə lazım. Qardaşım, musiqim, meyxanam, səsim sevilsə, bu Rum.az səsi sayti üçün. sevənlər ey kaş ki bilsə, mənim oxuduğum Qur'an deyilsə avazım Allahın neyinə lazım. Dərdliyə lazımdır dərdin əlacı, bu şeirim Allaha getməsin acı. Allahın heç nəyə yox ehtiyacı, nə yazım, Allahın nəyinə lazım.